Salam, xoş gördük hər kəsi Mütəxəssislər Danışır rubrikasının növbəti buraxılışında. Bugünkü mövzumuzun adı standartlar, düşüncələr və davranışlar olacaq. Çünki əməyin mühafizəsində beynəlxalq standartlar ISO, OSHA və digərləri sadəcə sənədlər və qaydalar toplusu deyil, onlar eyni qayda düşüncə tərzini, işə və insanın təhlükəsizliyini formalaşdıran bir mədəniyyət formasıdır. Məhz bu mövzu ətrafında biz bu gün Nurlan bəy ilə birlikdə beynəlxalq standartların mahiyyətindən, onların praktik faydalarından və gənc mütəxəssislər üçün hansı qapıları verəcəyi haqqında geniş müzakirə edəcəyik. Nurlan bəy, salam, hər vaxtınız xeyir olsun, xoş gəlmisiniz bugünkü rubrikamıza. Çox sağ olun, Əlkan bəy, təşəkkürlər. İlk öncə verilişinizə və necə deyərlər, podkastınıza uğurlar arzulayırıq. Hesab edirik ki, podkast çəkilişləriniz davamlı, dayanıqlı və eyni zamanda keyfiyyətli olacaq. Uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Vaxt ayırdınız, siz də bizlərə qoşuldunuz. Dediyimiz kimi Nurlan bəy, biz bugün bir neçə kontent ətrafında müzakirə edəcəyik və vaxt itirmədən artıq biz başlamağa düşünürük. Birinci sualımız, yeni başlayan biri üçün beynəlxalq standart anlayışını necə izah edərdiniz? Yəni bu sahəyə yeni başlayan biri üçün. İlk öncə bir daha təşəkkürlər. Sual çox gözəl sualdır, vacib bir sualdır. Ümumiyyətlə standart nədir və onun əhəmiyyəti nədir? Bildiyiniz kimi ölkəmizdə əmək mühafizəsi ilə bağlı kifayət qədər qanunvericilik tələbləri var və bunlar kifayət qədər sərt və uyğundur. Hansı ki, müəssisələrdə tətbiq olunur. Amma bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da beynəlxalq standartlar tətbiq olunur. Beynəlxalq standartlar dedikdə, yəni daha çox üstünlük verilir və önəm verilir ISO standartlarına, hansı ki, sonra OSHA standartlarına, APA standartlarına, NFPA standartlarına və s. Bu standartların bizlər üçün böyük bir əhəmiyyəti var. Eyni zamanda həm iş rəhbərləri və həm də müəssisələr üçün. Standart nədir? Standart ortaq bir yoldur. Elə bir yoldur ki, bu müxtəlif dünyada olan 200-ə yaxın müstəqil ölkələr həmin standartlar üstünlük istifadə edirlər və üstünlük verirlər. Çünki hər yerdə eyni formada tətbiq olunur. Ona görə çox böyük əhəmiyyətə malikdir. Standarta sadə dildə desək, ən rahat insanlar, yeni işçilər, eyni zamanda insanlar başa düşür. Standart bir çərçivədir. Standart, təsəvvür edin ki, ISO standartını biz alırıq, 45001 standartını. Onu bir çərçivəyə qoyuruq. Amma sanki elə düşünün ki, standartın özü də həmin çərçivədir. Yəni biz bir yoldur, ortaq yoldur, oradan kənarlaşmırıq, düzgün bir yoldur və o yolla hərəkət edirik. Məsələn, ISO 45001-dən danışsaq, onun tərkibində müəyyən bir klauzlar var. ISO 14001-ə baxsaq, yenə də eyni klauzlar var. Sadəcə cüzi bir fərqləri ola bilər. Ona görə və eyni zamanda ISO 45001 dünya hər yerində eyni formada tətbiq olunur. OSHA nədir? OSHA artıq Occupational Safety and Health Administration deyə bilərik. 1970-ci ildə yaranır və həmin standartın məqsədi odur ki, burada Amerikada baş verən hadisələrin qarşısının alınması üçün belə bir standart yaradılır. Ümumiyyətlə, məsəl üçün, əməyin mühafizəsi ilə bağlı çoxlu yaranan standartlar olsun, günlər olsun, bunlar baş verən iş hadisələrin qarşısının alınması üçün yaradılıb və həmin standartların, məsələn, Amerikada tətbiqindən sonra hadisələr 50% azalır. Ümumiyyətlə, yenə də qayıtsaq ISO 45001-ə, burada da məqsəd həm reaktiv, həm aktiv yanaşmanı sərgiləyir standartlar. Yəni, böyük bir mənaları var, böyük bir əhəmiyyətləri var iş yerlərində. Səthən mədəniyyətinin qurulması üçün standartlar böyük bir əhəmiyyətə malikdir. Nurlan bəy, bəs sizcə ISO 45001 və OSHA-nın əsas fərqlərini sadə dillə necə göstərmək olar? Deməli, standart ISO 45001 bir standartdır və o standartın klauzları var. Məsələn, 4 nədir, 5 nədir, 6 nədir. O şey isə konkret olaraq, məsələn, təhlükəsizlik qaydalarını izah edir. Biri deyir ki, təhlükəsizlik qaydaları olsun, siz təhlükələri müəyyənləşdirin, riskləri qiymətləndirin. ISO 45001, məsəl üçün, fövqəladə hallara hazır ol. O şey isə konkret deyir, siz necə hazır olmalısınız, nə ilə hazır olmalısınız. Məsələn, kimya maddə dağıldı, siz onu hansı formada idarə eləməlisiniz. MSDS olsun, hal-hazırda STS deyirik və yaxud Process Safety Information olsun və s. Bunlar artıq OSHA-da konkret olaraq yazılır. ISO 45001 standartı bir şirkətə konkret olaraq hansı faydalar gətirə bilər ümumi olaraq danışsaq? Daha öncə müəyyən ISO-nun üstünlüklərindən danışdıq, amma daha detallı sual gəlir. ISO 45001 nələrə imkan verə bilər? Bildiyiniz kimi hal-hazırda ciddi rəqabət bazarı var, müxtəlif şirkətlər var
və Azərbaycanda artıq həm xarici şirkətlər, həm yerli şirkətlər fəaliyyət göstərir və bu şirkətlər hər hansı bir servis göstərmək istəyir. Məsələn, tutaq ki, HVAC xidməti göstərmək istəyir və biz isə owneruq, müəssisənin sahibi və biz kifayət qədər təhlükəsizlik qaydalarına önəm veririk və bizdə tender olur və biz satın alma şöbəsinə tutaq ki, çox aktiv işləməliyik, hansı ki, ISO standartı da bunu qeyd edir ki, biz satın alma ilə də çox diqqətli və konkret fəaliyyət göstərməliyik. Və düşünün ki, həmin şirkət, HVAC xidməti etmək istəyən şirkət tenderdə iştirak etmək istəyir və biz tələb qoyuruq ki, artıq satın alma strategiyasında hansı ki, ISO 45001 və digər standartlar olan şirkətlər üstünlük veriləcək, bal olaraq və s. Əlbəttə ki, şirkətlər gəlir, yalnız ISO-su yoxdursa, bu prosesdən keçə bilmir, hansı ki, daha keyfiyyətli xidmət göstərə bilər və belə olan halda mütləq şirkətlər ISO 45001 hal-hazırda almalıdır. Çünki nəyə görə? Bizim üçün önəmlidir ki, bizim müəssisədə, bizim necə də iş fəaliyyət göstərdiyimiz yerdə üçüncü tərəf şirkət belə gəlsə, patrasçı olsa belə, o təhlükəsizlik qaydasına əməl etməlidir və onun əvvəlki backgroundu bizim üçün çox önəmlidir. Eyni zamanda bizlər üçün 45001 niyə önəmlidir? Əgər biz öz müəssisəmizə tətbiq ediriksə, ilk növbədə həm aktiv, həm reaktiv yanaşma ola bilər və həm burada rəhbərlik, həm onun öhdəlikləri, həm işçilərə çatdırılması, işçilərlə rəhbər arasında əlaqənin rahatlıqla qurulması, ümumiyyətlə müəssisənin kontekstinin bəlli edilməsi, SWOT analizi, müəssisəni nələr gözləyir, onun imkanları nədir, təhlükələri nədir, təhdidləri nədir və s. Və eyni zamanda hətta fövqəladə hallara hazırlıq olsun, baş vermiş hadisənin araşdırılması olsun, ondan kateqoriya ayrılması olsun, rəhbərliyin təhlili icrası olsun, təhlükələrin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi olsun, onlara ayrılacaq vəsait olsun, məqsədlər və s. Kifayət qədər 45001-in böyük bir içəriyi və tələbləri vardır və digər bir tələb, hal-hazırda mən istəyirəm onu deyim, ISO 45001 tətbiq ediriksə yerli qanunverici unutmalıyıq, belə bir anlayış yoxdur. ISO 45001 eyni zamanda bir neçə bəndlərlə ciddi şəkildə yerli qanunverici tələblərin necə riayət olunur, bəli, o barədə də qeydlər kifayət qədər həm tələb edir, həm də daha sonra onu hətta yoxlayır. Yəni ona görə 45001-in böyük üstünlükləri var. Ən əsası konkret desək, təhlükəsizlik, bazarda rəqabətliyə davam, nüfuzun artırılması, işçilərin motivasiya olunması və işçilər iş yerində özlərini təhlükəsiz hiss etməsi üçün. Gözəl. Aydındır. Növbəti sualımızda isə OSHA qaydalarının üstünlüyü nələrdir? Bu haqda danışacağıq və niyə tez-tez beynəlxalq müzakirədə nümunə kimi həmişə OSHA çəkilir? Deməli, OSHA ilə bağlı danışsaq, Occupational Safety and Health Administration deyə bilərik. Yəni bu açılışı odur. 1970-ci ildə Amerika tərəfindən, Amerika Birləşmiş Ştatları tərəfindən baş vermiş ölkədə, əsasən tikinti sektorunda və eyni zamanda oil and qaz sahələrində hadisələr çox olur və insan ölümü ilə nəticələnir və belə qərar gəlinir ki, yeni bir qaydalar yaradılsın və bu qaydalar bütün ştatlarda eyni formada tətbiq olunsun və hətta yüksək keyfiyyətli olsa dünyaya yayılsın. Çünki məqsəd nədir? İnsanların qorunması və ən əsası insanların evə sağlam getməsi, yenidən ailəsini qucaqlaya bilməsi. Biz təhlükəsizliyə belə mədəniyyət olaraq belə baxırıq və ona görə OSHA-nın əhəmiyyəti böyükdür. Çünki konkret olaraq orada qızıl qaydalar olsun, eyni zamanda safety qaydaları olsun, rahat, anlaşılandır və eyni zamanda ən əsası da proses safety ilə bağlı kifayət qədər tələblər var. Ona görə OSHA bizim üçün çox mənalıdır, çox önəmlidir və biz tez-tez o standarta üstünlük veririk, yəni önəm veririk. Nurlan bəy, siz az öncə vurğuladınız ki, 45001 standartının risk təhlükə anlayışı və son zamanlar, ümumiyyətlə son zamanlarda deməyək ki, ümumi olaraq həmişə insanlar bu risk və təhlükə anlayışları arasında bu fərqləri qarışdırırlar. Bəzən eyni şey olduğunu vurğulayırlar, bəzən yanlış məlumat verirlər. Ümumi olaraq bu anlayışlar haqqında danışmağınızı istədim və insanlar bəzən də açıq-aşkar təhlükə görsələr də riskə getməyə davam edirlər. Bunun yəni əsas psixoloji və praktiki səbəbləri nələrdir? Bu haqqda yəni bir bazı bizə məlumat qoysanız sevinərik. Deməli, çox geniş və ətraflı bir sualdır. Bəli, mən daha öncə qeyd elədim, ISO standartında belə bir tələblər var. Eyni zamanda kifayət qədər standartlar əgər biz danışsaq, standartlarda bu barədə geniş məlumat var və bilirsiniz ki, hal-hazırda həm gənclər olsun, həm yeni başlayanlar olsun, həm biz özlərimiz daima özlərimizə işləyirik ki, həm təhlükələri necə deyək, düzgün identify eləyək, müəyyənləşdirək
deyənə və onlar riskə çevrilməsin deyənə biz nə iş görməliyik? Qeyd edim ki, müəssisənin əsas ana işlərindən biri də bu olmalıdır. Məsələn, hər hansı bir yeni bir müəssisə tikilir, sıfırdan başlayır. Burada bir tikinti işi görüləcək və sonra o operation phase-ə gedəcək. Ən əsas necə deyək, layihənin pre-feed, feed hissələri var. Məsələn, layihədən öncə, sonra artıq dizayn dövrü, sonra artıq construction dövrü. Ən başlıca sənədlərdən biri Hazid, Hazop sənədləri hesab edə bilərik. Bu gün çox məşhurdur. Və yaxud başqa bir metod da ola bilər. Yəni bu nədir? Hazard identification, yəni təhlükələrin müəyyənləşdirilməsi. Daha sonra təhlükələr hər hansı bir kənara çıxma olanda, yəni artıq riskə çevriləndə biz hansı bariyerlərdən istifadə edirik ki, onu qoruyaq. Və qeyd edirik ki, bu bariyerlər də iki cür ola bilər. Birinci bariyerlər odur ki, biz necə deyərlər, təhlükənin artıq real riskə çevrilməməsi üçün biz nə iş görməliyik? Boytay məsəl üçün üsuluna baxsaq. Və daha sonra artıq təhlükə bir çevrildi, oldu hadisə, biz ona qarşı onun təsirini azaldılması üçün nə işlər görə bilərik. Ümumiyyətlə, çox insanlar təhlükə və risk anlayışını siz qeyd elədiniz, qarışdırırlar. Sadə dildə başa düşə bilərik. Məsəl üçün, biz çox zaman bunu heyvanlara bənzədirlər təhlükələrini və risk isə artıq ona yaxınlaşanda çevrilir bizim üçün. Ona yaxınlaşdıqda artıq riskə çevrilir. Çünki biz ona yaxınıq. Hər hansı bir təhlükə hər yerdə var. Məsələn, mən təhsil alanda xarici universitetlərin birində, bu Türkiyə universitetində və bizə dekanın ilk verdiyi sual oldu ki, biz onlayn təhsil aldıq, çünki həmin dövrdə müəyyən bir məsələyə biz Türkiyəyə təhsilə gedə bilmədik və belə olan halda dekanın ilk verdiyi sual oldu ki, bizim ətrafımızda, kamera qarşısında hansı təhlükələr var bizim olduğumuz bir yerdə. Biz o qədər şey saydıq, amma dekan bizə dedi ki, insan, siz özünüz ən böyük təhlükəsi. Doğrudan da biz otaqda olan hər şeyi sadalayırdıq, amma insan özü demədik. İnsan ən böyük təhlükə, məsələn, uşağı ola bilər, iş yerində həddindən artıq kimyəvi maddələrin özü, toz, vibrasiya, bunlar hamısı müxtəlif növ təhlükələr aiddir. Biz təhlükələr kateqoriyaya ayrılır və s. Və onun ən əsası biz düzgün müəyyənləşdirməliyik, kimə ziyan vura bilər, necə ziyan vura bilər və ən əsası riskləri müəyyənləşdiririk və onun necə deyərlər, high potential risk olmaması üçün hansı tədbirlər görməliyik və onu aşağı salırıq riski və artıq nəzarət tədbirlərinin nəticəsində o işi icra edirik. Ümumiyyətlə, niyə hadisələr baş verir? Niyə təhlükəni insan görür, amma davam edir üzərinə? Burada çox fəlsəfi, psixoloji durumlar var. Dərinə gedirik, əgər deep diving etsək, ən əsası biz təhlükələri tanımırıq. Digər bir məsələ, biz təhlükələri anlamırıq, başa düşmürük və yaxud hər hansı bir iş yerində təhlükə var, yeni bir işçi götürmüşük. İşçi ümumiyyətlə təhlükə barədə məlumatsızdır və onun təhlükə anlama, qavrama qabiliyyəti yoxdur. Bu, məsələn, boş materiallarında var, risk perception adlanır bu. Və risk perception çox vacib bir məsələdir. Onu algılaya bilmədiyi üçün dərhal təhlükənin üzərinə gedir və bu ciddi bir hadisəyə səbəb olur. Başqa bir nədir? Biz təhlükələri də bilirik, riskləri də bilirik, amma çox nikbinik. Daima düşünürük ki, burada hadisə ola bilməz və yeni bir anlayış yaranır. Bu optimizm bias adlanır. Optimizm bias çox təhlükəli bir şeydir. Biz daima düşünürük ki, biz daima bütün təhlükələri müəyyənləşdirmişik, riskləri necə deyirlər, müəyyənləşdirmişik və heç bir hadisə baş verməyəcək. Mən düz istəyirəm. Düşünürəm ki, bu da təcrübədən dolayı gələn bir hiss ola bilər. İnsan işlədikcə təcrübə yığır və bu müddət ərzində artıq insanda arxayınlıq hiss edir. Mən bilirəm, bu zaman ki, mən başıma hər hansı bir iş gəlməyib. Çox vacibdir. Bəli. Ümumiyyətlə analiz eləsək, optimizm bias harda baş verir? Daha çox baş verir arxayın olan yerlərdə, complacency deyirlər buna da. İş yerində insanlar arxayındır ki, çox rahatdırlar və düşünürlər ki, heç bir hadisə baş verməyəcək, amma dünyanın ən bahalı, ən gözəl, məsələn, oylanı qəz göstərə bilər digər şirkətlərində kifayət qədər hadisələr baş verir. Tekstil olsun və s. olsun. Bu onu göstərir ki, biz nikbin olmamalıyıq. Daha çox qeyd eləyək ki, sətəm işçilər narahat olur. Bu narahatlıq artıq onların sanki qanında hemoqlobin kimidir. Onlar çox narahatdır, amma digər bəzən departament narahat olmur, amma biz onları necə deyərlər, narahat etməliyik. Başqa bir nəv var, niyə insan təhlükəyə gedir? Arxayınlıqdan danışdıq, biganəlikdən negligence, məsəl üçün bu
çox böyük bir məsələdir. Heç kimin qayğısı deyil, önəmli deyil safety məsələsi, səfər mədəniyyəti və s. Çox məsələlər var burada və ən əsas tutaq ki, hər hansı bir avadanlıq almışıq, onun içərisini bu evdə də aiddir bizə, məsələn, məişətdə də safety çox önəmlidir. Heç kim onu açıb içərisini oxumur və yaxud hər hansı bir dərman almışıq, bəlkə o uşaq üçün çox təhlükəli ola bilər. Yəni biz təhlükəni anlamaq üçün müxtəlif vasitələrə üstünlük verməliyik. Onlardan biri də məsələn onun sənədlərini oxumaqdır, amma çox zaman biz bunu etmirik. Doğru və düzgün vurğuladınız. Növbəti sualımız əslində ora gəlirdi. Təhlükələri anlamaq və düzgün qiymətləndirmək üçün hansı üsullar, sadə üsullar və ya yanaşmalar tövsiyə olunur ümumi olaraq danışsaq? Okey, deməli təhlükəni anlamaq üçün müxtəlif metodlar var. Ümumiyyətlə biz iş yerinə gedirik. Məsələn, proses safety bu işə çox yaxşı yanaşır. İstərsəniz daha sonra mən proses safety haqqında danışa bilərəm. Amma mən istəyirəm ki, artıq proses safety information içinə girək. Məsələn, müəyyən bir standartı var, onun tərkib hissələrində proses safety var, amma proses safety-nin başlanğıc yeri də proses safety information-dır. Nədir? Biz getdiyimiz yerin təhlükələrini bilməliyik. Hardan biləcəyik? Müəyyən sənədlərdən, dokumentlərdən, əvvəlki təcrübələrdən. Biz təsəvvür eləyin ki, hər hansı bir müəssisədə işləməyə başlayırıq. Onun ən azı arxivindən, onun arxa planında hansı hadisələr olur? Niyə baş verir bu hadisələr? Keçmiş lesson learning-lərdən baxırıq. Keçmiş lesson learning-lər çox vacib bir məsələdir. Ümumiyyətlə öyrənmiş dərslər hazırlayırlarmı? Digər yaxın bir müəssisələrdən öyrənmiş dərslər alıb benchmarking edirlərmi? Və s. Bunlar çox vacibdir. Və yaxud hər hansı bir avadanlıq alırıq, onu analiz edirik və yaxud hər hansı bir dəyişiklik edirik. Management of change hal-hazırda çox vacib bir standartlardan biridir. Avadanlıqları dəyişiklik edirik, risk qiymətləndirmə edirikmi? Bəlkə orada hər hansı bir düzgün bir yerə birləşmirik və yaxud yeni bir təhlükə yaradırıq, onu analiz etdikmi və s. Yəni çoxlu məsələlərdən, əsas avadanlıqdan, insanlardan, bəzən olur ki, biz müəyyən bir məsələlərdə görə bilərik ki, işçilər və insanlar, eğitisi komandası və yaxud digərlər kommunikasiya etmir. Amma təhlükəni ən yaxşı görən orada həmin yerdə işləyənlərdir və bəzən də belə bir şey olur. Cross-checking olmalıdır. Bir müəssisədə işləyən işçilər artıq necə blind eye dediyimiz, yəni görmə korluğu yaranır. İnsanlar gündə eyni boru üzərindən atlayıb keçirlər, amma kənardan biz dəstək ala bilərik, ekspert dəvət edə bilərik və s. Onun gözü ilə baxdıqda görürük ki, tamamilə çox ciddi bir təhlükə var orada, hansı ki biz onu hər gün görmürük. Və yaxud belə bir şey ola bilər, bu çox yaxşı bir təcrübədir. Walk-through-lar eləyə bilərik və yaxud safety stand-down dediyimiz. Bura dəvət eləyə bilərik maliyyə şöbəsindən, insan resurslarından, təchizatdan. Onlar bizlə walk-through-lar etsin, sahə turları. İnanın, onlar elə bir şey görəcək ki, çox ciddi bir təhlükə və yaxud artıq baş vermiş niyarimiz də görə bilərlər və bizim üçün çox bu əhəmiyyətli ola bilər. Gözəl. Müəllim, siz az öncə vurğuladınız ki, process safety. Ümumiyyətlə bu process safety söhbəti də var, personal safety. Bunlar arasındakı ümumiyyətlə fərqlər nələrdir və praktikada niyə hər ikisinə bərabər şəkildə diqqət vermək lazımdır? Yəni bu iki element arasında. Bu artıq çox modern və hal-hazırda çox tələb olunan bir məsələdir. Process safety ilə bağlı təlimlər də artıq çox görülür. Bəli. Çox önəmlidir process safety. Çox maraqlı istəyirəm bu barədə danışım. Buyurun. Personal safety and process safety nədir? Personal safety şirə bənzədir. Heyvanlar üzərində düşünsək, təsəvvür edin, Afrikada bir meşədə və yaxud ərazidə şir. Heyvanlar onu görür həmişə. Və şiri anlayırlar ki, bu təhlükədir və qaçırlar ondan. Amma o eyni zamanda təhlükədir axı, öz işini görür, heyvanı tutur və ondan qidalanır. Amma bir də var tiger dediyimiz, necə deyərlər, kaplanlar, Azərbaycan dilində aslanlar yox, pələnglər. Pələnglər çox təhlükəlidir. Nəyə görə? Çünki onlar ağaclarda gizlənir və onlar ağacdan aşağı doğru atlayır və heyvanı tuturlar. Ona görə proses safety-ni necə deyərlər, tigerlara bənzədirlər. Çünki onlar gizli təhlükələrdir. Biz onu görmürük. Məsələn, qaz.
toksik maddə və yaxud düzgün getməyən reaksiyalar, onlar çox təhlükəlidir. Biz çox zaman iş yerində düşünürük ki, məsələn, hündürlükdə işçi işləyir və skafold üzərində işləyir. Artıq 6.5, 7, 8, 10 metr hündürlük var. Təhlükəsizlik kəmərini taxmalıdır. Düşən əşyalar və s. orada kifayət qədər təhlükələr var və s. Okey, biz görürük onu. Amma prosesdə hər hansı bir kənara çıxma olsa və yaxud biz düzgün qaz analizi etməsək və s. artıq çox təhlükəli bir hadisə baş verə bilər. Sadə başqa bir formada izah etsək, personal safety, process safety arasında ana fərq, personal safety-dəki hadisələr tez-tez təkrarlanan, nəticəsi az olan. Məsələn, insan xəsarəti, əlin kəsilməsi. Process safety-də isə ehtimal gec baş verən, amma nəticəsi kütləvi insan zəhərlənməsi, katastrofik, dağılma, partlayış, yanğın, sızma, Blave adlanan bir proses var, hansı ki, hər hansı bir yanğın olur, çənlərdir, təsəvvür edin. O çənlərin, necə deyərlər, soyudulmasına əlavə yanan çənin, ətrafda olan çənlərin soyudulmasını etməliyik biz. Əks halda Blave adlanan bir proses baş verəcək. Yəni, buradakı istilik o digər çənlərin içərisində olan, necə deyərlər, mayeəni buxar halına gətirir və çəndə o ciddi bir partlayış olacaq. Yəni, proses safety çox böyük bir anlamdır. Məsəl üçün, izolyasiya altında korroziyanın yoxlanılması, məsəl üçün, mechanical integrity desək, proses safety-nin içərisində bir tələb kimi çox vacib bir məsələdir. Ümumiyyətlə, proses safety-nin çoxlu standartlar var, APA standartlar var. Bununla bağlı eyni zamanda OSHA-nın çox böyük əhəmiyyətli bir tələbi var, 14 tələbi var proses safety-ilə bağlı. Ən əsası proses safety information-dan başlayıb trade secret-də bitir. Proses safety, trade secret, məsələn, ticarət sirlərini belə proses safety öz əhatə edərsən, artırır ki, bəli. Hətta satılan, alınan kimyəvi maddənin tərkibinin proses safety sahəsi bilməlidir ki, onun belə yaratdığı mənfi fəsadlar nələrdir. Yəni, personal safety, process safety hər ikisi bizim üçün çox önəmlidir, çox əhəmiyyətlidir. Əgər biz iş yerində ən əsası çox təhlükəli bir yerdə işləyiriksə, hər ikisinə mütləq müraciət etməliyik və o barədə səriştəli şəxslərimiz olmalıdır ki, bizim müəssisəmizi qorusun və ən əsası ətrafda yaşayan insanları da qorusun və ətraf mühiti qorusun. Personal safety daha çox insana yönəlib, process safety isə həm içərisində insanlar, həm ətraf mühit, həm işdə çalışanlar, həm müəssisənin nüfuzu, əlbəttə personal safety var və çox əhatəli bir sahədir. Çox sağlam bir suala gəlir. Çox sağ olun, ətraflı məlumat verdiyiniz üçün. Nurlan bəy, bəzən biz görürük ki, bənzər hadisələr istər ölkə daxilində, istər ölkə xaricində bənzər hadisələr tez-tez baş verir. Ümumiyyətlə, bunları biz analiz eləyəndə və eyni qaydada bu analizlər nəticəsində biz bunu standartlarla necə əlaqələndirə bilərik? Yəni ISO və yaxud ki, OSHA bu barədə nə deyir bizlərə? Deməli, bəli, ölkəmizdə də, bəzən dünyada kifayət qədər böyük hadisələr baş verir. Məsəl üçün, dünyada o mütləq bizə informasiya gəlib çatır mətbuat vasitəsilə. Bilirsiniz, hazırda insanların internet vasitəsilə istənilən məlumat əldə etmə imkanı var. Amma bəzən görürük ki, bir neçə ay sonra, bir neçə il sonra ölkəmizdə də elə tipli hadisələr baş verir və verə bilir. Bunlar necə idarə olunmalıdır? Deməli, əgər biz proses safety anlayışla baxsaq, böyük hadisələr əlbəttə ki, ölkəmizə gəlib çatır. Hər hansı bir insanın əlinin, barmağının zədələnməyə və ya kimisə üzərinə hər hansı bir şeyin düşməyi yox. Katastrofik hadisələr əlbəttə ki, bizə gəlib çatır. Biz nə edirik? Biz COMAH adlanan bir sistem var. COMAH nədir? Control of Major Accident History desək və yəni sanki böyük hadisələrin xronologiyası yaradılır və bunlardan lessonlar öyrənmiş dərslər yaradılır və bütün işçi heyətlərə paylaşılır, bütün disiplinlərə paylanmalıdır. Bunun önəmi nədir? Deməli, belə bir anlayış var, korporativ amneziya. İnsanlar unutqandır. Bu şirkətlərə də aiddir, müəssisələrə və insanlara, hətta safety heyətinə aiddir ki, insanlar unutmasınlar. Korporativ amneziyaya qarşı olaraq müəyyən alətlər var. Nə etmək lazımdır? Xronik aniz adlanan bir proses var. İnsanlar daima narahat olmalıdır və dünyada baş verən hadisələri özlərində də baş verə biləcək kimi simulyasiya etməlidirlər. Bu çox gözəl bir, necə deyər, bir yoldur. Demək olar ki, məsələn,
müxtəlif ölkələrdə fəaliyyət göstərən müəssisələrin eynisi əgər burada da varsa, deməli eyni tipli hadisələr, məsələn, qaz xəttləri, digər məsələlər hər yerdə var eyni olaraq və misal üçün kimya maddələr bir neçə ölkələrdə eyni formada tətbiq oluna bilər. Deməli onun təhlükələri eynidir və baş vermiş hadisə də ölkəmizdə də baş verə bilər və yaxud ölkəmizdə baş verən dünyanın digər bir ölkəsi. Yəni biz necə deyək, ortaq mədəniyyət platforması qurmalıyıq təhlükəsi üzərindən və baş vermiş hadisələrdən kök səbəb analiz edib özümüzdə nə baş verə bilər, onların siyahısı hazırlanıb və actionlar hazırlanmalıdır ki, və o boşluqları bizdə təkrar baş verməsin. ISO da bu barədə tələb edir, məsəl üçün hadisənin araşdırılması, hətta niyarmis olsun və s. olsun. Çünki xırda bir niyarmislər ola bilər ki, kiçik, gələcəyinə çox böyük potensial hadisəyə çevriləcək və onun report olunması və s. çox vacib bir məsələdir. Yəni həm ISO olsun, həm OSHA olsun, həm digər standartlar tələb edir ki, hadisələr, yəni reaktiv baryer də olsa araşdırılmalıdır və onun nəticələri hamıya paylaşılmalıdır ki, təkrarlanmasın. Müəllim, siz az öncə vurğuladınız ki, insanlar bu baş vermiş hadisələri barəsində deyək, ümumi olaraq narahat olmalılar. Yəni bu narahat olmaq qisminə gəlsən, yəni insan daim ehtiyatda saxlamalıdır özünü və ya ki, yəni burada şirkətdən danışar və ya ki, personal safety-dən danışar. Ümumi olaraq deyək. Və bu lesson learning-lər harda istifadə eləmək daha, yəni işçilər üçün faydalıdır. Yəni lesson learning, okey, bir dəfə hadisə baş verdi, lesson learning başa düşdük. Biz bunu daimi olaraq işçilərə çatdırmağımız üçün hansı məqamlarda istifadə etməliyik? Okay. Məsələn, biz tutaq ki, belə bir şey ola bilər ki, hər hansı bir yerdə təhlükəli maddə sızması ola bilər. Tutaq ki, bu ola bilər laboratoriya və s. Belə bir hadisələr indi YouTube-da müəyyən bir hadisə araşdırma platformalarında qeyd olunur. Bəli. Və eynisi də Azərbaycanda da baş verən laboratoriyalarda ola bilər və yaxud digər bir şeylər. Məsəl üçün biz onlardan dərslər alırıq ki, nədən baş verdi o, hansı qaydalar pozuldu ki, o hadisələr baş verdi. Tutaq ki, orada əlavə addition ikinci bir baryer olsa, üçüncü bir baryer olsa və yaxud sızma oldu, məsələn, HVAC sistemini götürək. Bir çox yerlərdə HVAC sistemi var. Tutaq ki, təhlükəli zonada HVAC sistemi yerləşirsə, onun hər hansı bir təhlükəli bir maddə sızmasında HVAC sistemi üzərinə detektorlar qoşub və o detektorlar intake dediyimiz içəri girən havanın qarşısını ala bilər. Məsələn, biz baxa bilərik ki, tutaq ki, xaricdə hadisə baş verdi, insanlar qorundu. Məsələn, bunu gözəl bir good practice kimi ölkəmizdə tətbiq edək ki, hadisə baş verə bilər. Murphy qanunu var ki, məsələn, hadisə baş vermə ehtimalı varsa mütləq baş verəcək. Ona görə biz mütləq baryer qurmalıyıq və necə deyirlər, biz soyuq duş deyirik safety-də. Öyrənilmiş dərslər, onların videoları rəhbərlər üçün, liderlər üçün çox təsir edici və maraqlı olur. O ona real case kimi artıq baxır və ona vəsait ayrılır. Qeyd edək ki, Process Safety-nin atası, doğrudan da belə bir adı var, Trevor Kletz adlanır. Deyir ki, əgər sən təhlükəsizliyi düşünmürsənsə, mütləq onda hadisəyə hazır ol. İngilis dilində belə bir deyimi var. Və biz öyrənmiş dərslərdən rəhbəri inandıra bilirik ki, burada bu tipli hadisə baş verə bilər. Buna vəsait ayrılmalıdır. Xahiş edirəm, onu nəzərə al. Çünki artıq bizi örnəyi görmüşük. Ona görə bunların tətbiq olunmağı çox yaxşı bir sistemdir və çox effektiv yollardır, toollardır. İndi keçirik Nurhan bəy, digər mövzuyla əlaqəli suala. Əgər bir gənc bir mütəxəssis bu sahəyə başlayırsa və onun ağlında hardan başlaya bilərəm sualı yaranır istər-istəməz, ya da bilmir, məlumatsızdır, təlimatsızdır və s. Onun üçün, yəni ilk 3 addım, yəni sıralama qursaq, ilk 3 addım olaraq nə etməli, hansı addımlar atmalıyam bu barədə? Yeni əməyin mühafizəsi, təhlükəsi və istihdam sahəsində işləmək istəyirsə insan, qeyd edim ki, bu artıq ölkəmizdə çox təlim mərkəzləri fəaliyyət göstərir. Çox sevindirici haldır ki, biz əgər 20 il ilə müqayisə eləsək, ölkəmiz çox inkişaf edir və eyni zamanda təhlükəsizlik, əməyin mühafizəsi, səthəm, ekologiya, ətraf mühit, hətta dayanıqlıq sahəsi COP29-dan sonra gördük ki, çox inkişaf edir.
nədir? Və qeyd edim ki, kifayət qədər təlim mərkəzləri var. Əgər insan bir mühəndisdirsə, misal üçün deyirəm, və səthəm sahəsi onun üçün maraqlıdırsa, o müxtəlif təlim mərkəzlərinə müraciət edə bilər və təlim mərkəzlərini inkişaf edə bilər. Amma ən əsası səthəm mütəxəssis olması üçün bilik mütləqdir, oxumalıdır insan. Kurslar insana təlimlər bir yön verəcək, amma o davamlı məşğul olmursa, əlbəttə onun biliyi tükənəcək və itəcək. İngilis dili biliyi mütləqdir. Mütləq nəzərə alsınlar, çalışsın ingilis dili öyrənsinlər. Ən azı müəyyən bir səviyyədə ingilis dili biliyi lazımdır ki, çünki xaricdən informasiyaların qəbuludur. Daha çox məlumatlar biz xaricdən əldə edirik, nəinki daxili yerli məlumatlar. Bəli. Yəni əgər biz benchmarking etmək istəyiriksə, bayaq danışdıq az öncə, öyrənilmiş dərsləri tətbiq etmək istəyirsə, mütləq ingilis dili biliyimiz də olmalıdır və standartlara üstünlük verməlidir, öyrənməlidir, vizyonu geniş olmalıdır, maraqlı olmalıdır. Müxtəlif şirkətlər var hal-hazırda təcrübə proqramları eləyirlər. O təcrübə proqramları artıq sevindirici oldu ki, əməyin mühafizəsi ilə bağlı görürük. Onlara müraciət eləməlidir, dayanmamalıdır, təhlükələri müəyyənləşdirmək barədə və s. barədə kifayət qədər təlimlənməlidir, insan öyrənməlidir. Kifayət qədər resurslar var hal-hazırda. Ən əsası bizə qulaq asmalıdır. Yəni bunu da deyə bilərəm. Bizə qulaq assa hesab edirəm ki, kifayət qədər necə deyirlər? İnşallah ki, qulaq asarlar. Point of view, yəni necə deyək, görüşü dəyişə bilər yəni. Əlbəttə ki, doğrudur. Müəllim, bu gələcək və davamlılıqdan danışaq. Siz az öncə vurğuladınız ki, COP29-dan sonra bu dayanıqlılıq söhbəti mövzusu daha çox gündəmə gəldi. Nə deyə bilərsiniz bu dayanıqlı iş mühiti barəsində? Yəni bu dayanıqlı iş mühitini yaratmaq üçün hansı addımlar atmaq daha vacib hesab edilir? Bu da əlbəttə gözəl sualdır. Nəyə görə gözəldir? Çünki gələcək barədə danışacağıq. Dayanıqlılıq dedikdə insanlar çox zaman qatışdırır. Dayanıqlılıq, ekologiya, ətraf mühit. Qeyd edim ki, ekologiya və ətraf mühit də bir-birindən fərqlidir. Ekologiya elminin özü də, ətraf mühit isə bizə əhatə edən bir mühitdir. Hansı ki, biz öz iş yerimizdə və yaxud öz evimizdə fəaliyyətlərimiz zamanı mövcud ətraf mühitimizə təsir göstərir. Amma dayanıqlılıq ekologiya və ətraf mühit anlayışı deyil. Dayanıqlılıq tərkibində, içərisində biznes də var, iqtisadiyyat var. Dayanıqlılıq sosial sahəni əhatə edir. Yəni human rights dediyimiz məsələlər var. Və dayanıqlılıq içərisində ətraf mühit var. Yəni biz ətraf mühitdən istifadə etməklə iqtisadiyyatımızı inkişaf etdirək, eyni zamanda əmək hüququmuzu qoruyarıq. Yəni burada artıq dayanıqlılığın içərisində çox zaman deyir ki, insanlar dayanıqlı ətraf mühitdir, amma sağlamlıq və əməyin mühafizəsidir. Bu yanlış bir şeydir, amma onun kifayət qədər bəndləri var ki, sağlamlıq və rifah haqqındadır. Necə deyirlər, məsuliyyətli istehsal və istehlak barədədir. Burada bunlar hardadır bu sözlər? Əgər biz dayanıqlıqdan danışırıqsa, biz mövcud ehtiyatları elə istifadə etməliyik ki, o gələcək nəsillərə etibarlı şəkildə çatsın. Təkcə qida yox, təkcə resurs yox, həm də təmiz hava, o sağlam təmiz havadan necə deyək, tənəffüs almalıdır və s. istənilən dayanıqlıq çox böyük bir anlayışdır. Və dayanıqlılığı əgər biz inkişaf etdirmək istəyiriksə, mütləq ölkəmiz hal-hazırda bu sahədə çox inkişaf edir və 2015-ci ildə qəbul olunmuş dayanıqlı inkişaf məqsədləri var. 17 ana məqsəd var. 2030-cu ilə qədər onun icrası nəzərdə tutulub. 169 hədəf var. Qeyd edim ki, onun içərisində layiqli əmək, rifah, sağlamlıq məsələləri, eyni zamanda ciddi şəkildə rəhbərləri tələblər var ki, siz məsuliyyətli istehsal və istehlak etməlisiniz. Hətta istehlak sözünü görürsünüzmü? Məhsul istehsal olundu, təkcə onun gələcəyi bizim üçün çox vacibdir. Tutaq ki, biz elə bir maddə istehsal edə bilərik ki, onun istifadəsi zamanı insanlar zəhərlənsin və yaxud ətraf mühitə çox bir ziyan dəysin. Bunlar çox ciddi şəkildə tələblərdir və çox ciddi şəkildə də bu tələblərə riayət olunmalıdır. Yəni dayanıqlılıq dedikdə hansı ki ESG adlanan bir standartla tutaq ki, tələblə onun reporting hissəsi də tələb olunur. Orada da biz əməyin mühafizəsi ilə bağlı, eyni zamanda istehsal olunmuş məhsulun keyfiyyəti, eyni zamanda çatdırılması, enerji efficiency olması, eco label olması, yəni eco-friendly olması çox vacib bir məsələlərdir. Öz əhatə edir yəni bütün məsələləri. Növbəti sualımızı və sonuncu sualımızı Nurlan bəy sizə vurğulayırıq.
Bizi izləyən həm gənc mütəxəssislər var, həm də ki, illərin təcrübə sahibi olan mütəxəssislər var. Amma biz burada fokusu daha çox yönəltmişik gənc mütəxəssislərə və sualımız ondan ibarətdir ki, gənc mütəxəssislərin motivasiya üçün, yəni bir mesajınız olsaydı, nələr demək istəyərdiniz? Çünki onlar bizi dinləyirlər hal-hazırda. Ümumiyyətlə, motivasiya dedikdə çox zaman bunu qazanc olaraq düşünür, yəni müəyyən bir vəsait qarşılığında, amma motivasiya hətta bir təşəkkür də motivasiya ola bilər və eyni zamanda sətəmçilərin uğur hekayəsi də ola bilər. Məsələn, bu gün biz görüşürük, söhbət edirik, yaxşı əlaqələrin qurulması, bu da əlbəttə ki, bir motivasiya ola bilər. İnsanlar baxa bilərlər ki, hər hansı bir işçi idi, kiçik bir müəssisədə fəaliyyət göstərdi, amma 10 il keçib insan çox, necə deyək, uğurlu karyerası var, hətta xaricdə işləyir. Bunlar bizim üçün motivasiya olmalıdır. Ümumiyyətlə, sətəmçilərdə nə olmalıdır ki, onlar iş yerində irəli getsin və necə deyərlər, onlar öz gəlirliliyini və gələcəyini artırsın. Mən tövsiyə edərəm ki, sətəmçilər yeni başlayan işçilərdir. Onlar kifayət qədər müqavimətə rast gələcək. Bu sətəmçilərin ən ağır bir məsələsi nəyə görə? Çünki müxtəlif departamentlər var. Satın alma olsun, insan resursları olsun, daşımalar olsun, istehsalat sahələri olsun. Həmişə savaşacaqsınız. Resilience adlanan bir proses və müqavimətli olun. Yəni, hər hansı bir və təklifiniz də olsun. Hər hansı bir təhlükə gördükdə, məsələn, bu artıq görürsünüz, çox böyük bir hadisəyə yol açacaq və yaxud insanları islah edə bilmirsiniz, qaydalar var, yəni, amma onları tətbiq edə bilmirlər, işçilər və yaxud siz edə bilmirsiniz. Sənəd üzərində qalmasın, ən yaxşı bir anlayış yaranıb artıq. Paper to people, yəni kağızdan insana doğru getməliyik. Onu tətbiq etsinlər, sonra müqavimətə dözümlü olsunlar, təklifləri olsun həmişə, öyrənməyə çox meyilli olsunlar, inkişaf etməyə daimi meyilli olsunlar, daim oxusunlar. Bunlar çox vacib bir məsələlərdir. Qeyd edim ki, bu sahədə kifayət qədər irəli getmiş insanlar var, kifayət qədər ölkəmizdə bu sahə inkişaf edir və hal-hazırda hər yerdə demək olar ki, sətəmçi tələb olunur. Bəli. Son zamanlarda demək olar ki, bunu biz vakansiyalarda görə bilərik və s. və hətta işə düzələn müxtəlif insanlarda görə bilər ki, hər yerdə demək olar ki, artıq sətəmçi. Amma həmin sətəmçi çox keyfiyyətli və uğurlu olmalıdır ki, o iş yerində heç bir hadisə olmasın. Unutmayın, mən hesab edirəm sətəmçilər, biz bir xarici bir şirkətdə əməkdaşlarla işləyəndə onlar deyirdi ki, sətəmçilər ağ mələkdir. Amma yaxşı tərəfdə, sağda olan mələkdir. Çünki onlar insanları qoruyur, insanlar isə evə sağlam və təhlükəsiz gedir. Kaş ki, hər kəs onun kimi düşünsün. Kaş hamı düşünsün və hesab edirəm ki, biz necə deyərlər, həm də çox böyük bir iş görürük, insanların həyatlarını. Təsəvvür edin ki, onu gözləyən uşaq var evdə, hər gündə o sağlam gedir. Məsələn, artıq sətəmlə bağlı coaching çox inkişaf edir. Coaching daha çox fokus olur ki, belə mövzulara ki, biz necə? Bunlar hamısı insanları, bizləri motivasiya etməlidir ki, biz sətəm sahəsinə həm meyl edək, həm onun anlamını başa düşək, fəlsəfəsini başa düşək. Çox sağ olun, bir daha bu suallara görə çox gözəl suallar, həm fəlsəfi, həm psixologikal biz danışdıq, unutqanlıqdan danışdıq, necə inkişaf etdirə bilərik, beynəlxalq standartlardan, dayanıqlıqdan, gələcəkdən. Çoxlu mövzulara hesab edirəm, əhatə elədik. Təşəkkürlər dəvət üçün. Mən təşəkkür edirəm, vaxt ayırdınız, bizlərə öz təcrübələrinizi, biliklərinizi paylaşdınız. Yoldaşlar, bugünkü mövzumuz bu qədər. Əgər hər hansı bir təklifiniz, iradınız, sorğunuz, sualınız olduğu təqdirdə eyni qaydada növbəti mövzumuz hansı kontent ətrafında olmağını istəyirsə, bizlərə rəy bölməsində qeyd edə bilərsiniz. Təşəkkürlər, növbəti rubrikamızda görüşəndək. Sağ olun.